Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Amin Maisoğlu Gülməmmədovdur. Amin Gülməmmədov 31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qəbul olur. 2010-cu ildə hərbi sənətinin ilkin mərhələsinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseydə təhsilini davam etdirir. 2013-cü ildə bu təhsil ocağından məzun olan Amin Maisoğlu Gülməmmədov paytaxt Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2017-ci ildə AAHM bitirərək leytenant rütbəsinə yiyələnir və təyinat üzrə Füzuli rayonuna göndərilir. 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ savaşına baş leytenant kimi qoşulan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunması üçün qəhrəmanlıqla döyüşüb. 2 noyabr 2020-ci il tarixdə Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 28 dekabr 2020-ci ildə Saltaq kənd qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikası məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasına fərqləndiyinə görə baş leytenant Amin Maisoğlu Gülməmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Cəsur Döyüşçü medalı ilə təltif edilib.